Əslində oğlunda problem ola qızda günah axtaran qaynalara nə deyək? Çox şahid oluruq, çox görürük. Əslində belə olan təqdirdə bir ailə olmadığını düşünürük. Ortalıqda bir ailə yoxdur deməkdir. Nə deməkdir bu? Vahid bir problem var, o problemin həll yolu var. Hamımız problemin bu hissəsindəyik. Problem bizim qarşımızdadır, onunla savaşmamız lazımdır. Bəzən qızın anası, oğlanın anası bir-birindən yəni problem sənin övladındadır, sənin övladındadır deyəcək səviyyəyə gəlir, çıxır. Yəni o mimikalarından, jestlərindən bunu hiss eləmək olur. Sadəcə üzülürəm, yəni nə deyim, başqa bir şey demək olmur. Yəni ailə olmaq, ailə ola bilməyiblər deməkdir. Bir birlikdəlik ola bilməyiblər. Sadəcə kağız üzərində bir bərabərlik var ortada deməkdir. Çox üzücüdür, bəli. Biz nələrlə qarşılaşırıq hər gün. Onu bir Allah bilir, bir də yanımızdakı qızlar bilir. Allah hamının köməyi olsun.